Futbolu baxıram, bu komandam uduzanda çox əsəbləşirəm. Ha, bu normaldır, çünki bu təbiidir, əsəbləşirsiniz. Futbol sizin ən sevdiyiniz idman növüdür, düzdür? Sizin üçün önəmli bir yer tutur həyatınızda sizin. Önəmli hər bir şey bizim həyatımızda, o önəmli olan, orada bir dəyişiklik olanda gözəl bir şey, əlbəttə səndə hormonal sfera burada xoşbəxtlik hormonları çoxalır. Sənin üçün önəmli hər nədirsə, ailədirsə, peşəndirsə, idmandırsa, fərqi yoxdur. Orada bir şeylər dəyişəndə sənin hormonal sferan başlayır dəyişməyə. Bu komanda uduzur, burada adrenalin atılır qana, hə? Udanda dopamin. Bu hormonal, bu emosional sfera ilə bağlıdır da, hormonal sfera ilə. Sənin üçün futbol haçansa önəmsizləşsə, tutalım boks önəmli olsa, sən artıq tutalım da bir neçə ildən sonra sənin üçün futbol heç bir önəm daşımasa, sən hələ həmin istədiyin komanda uduzsa da uduzmasa da sən heç əsəb keçirməyəcəksən. Niyə? Çünki artıq önəmi qalmayıb sənin üçün. Heç bir önəmi yoxdur artıq.